Bayaqlarda ustad danışdı ya Allahın qüdrət sifətindən, qadir sifətindən. Orada maraqlı bir dənə incə nüansa toxundu ki, Allahın qüdrəti sonsuzdur. Yəni məhdud deyil. Eyni zamanda da Allahın elmi də sonsuzdur. Məhdud deyil. Yəni çərçivələnmir də Allahın Çərçivələnmir. elmi. Yəni hər hansısa bir sahəni mükəmməl bilmir. Məsələn, kimyagərlər var ki, bu alimlər ancaq kimya üzərində mütəxəssisdirlər. Fiziklər var ki, ancaq fizika üzərində mütəxəssisdirlər. Digər sahələrdən xəbərləri yoxdur. Allahda bu cür deyil. Allah elə hər bir sahəni bizə məlum olan və məlum olmayan bütün elmləri özündəndir. Özü bilir, zatındandır. Adam hərdən də fikirləşir ki, bu qüdrət isminin yanında Allahın mütləq bir alim ismi ilə qeyd eləmək lazımdır ki, çünki biz təsəvvür eləyə bir şey yaradan elmsiz olsa, bir şeyi yaradanın həmən yaratdığı şeyə elmi az olsa, ortalığa çıxartdığı şey necə nöqsanlı olar? Və yaxud da ki, bir elmli yaradıcı yaradanda bir şey necə mükəmməl bir şey çıxar ortalığa? Allah ki, qüdrəti ilə bu böyüklükdə, bu gözəllikdə yaradıb kainatı. Bunun yanında Allahın çox-çox böyük bir elmi var. Əgər elm olmasaydı, nöqsanlı olardı. Amma biz baxırıq, hər şey nöqsansız görürük.